Herkese selamlar. Bugün bizim sevimli Master Coach Zeynep Hakverdiyeva bizimlədir. İstəyir sizinlə enerjisini bölüşsün. Bir çox Master Coach'a qatılmaq istəyənlər ya da özlərində işləmək istəyənlər birbaşa bizim coachlarımızdan istəyirlər enerji alsınlar, onların hekayələrini eşitsinlər. Ona görə də mən sözü verirəm Zeynep xanıma. Salam Asiya xanım, salam dəyərli izləyicilər. Hər bir kəsi salamlayıram. Hal-hazırda çox sevinirəm ki, buradayam və öz həyatımdan, öz nəticələrimlə sizinlə bölüşə bilirəm. İlk öncə istəyirəm qısa özüm haqqında məlumat verim. Hal-hazırda 25 yaşındayam, ailəliyəm, 3 övladım var və artıq may ayından etibarən coach olaraq başlamışam, münasibət coach olaraq davam edirəm. Əla, super. Səhifənizi nə vaxt açmışdınız? Master Coach-dan əvvəl yoxsa sonra? Səhifəmi əslində may ayında açdım, amma hal-hazırda yeni demək olar ki, başlamışam. Artıq 2 aydır dəqiq şəkildə fəaliyyət göstərirəm. Çünki Master Coach-a başladıqdan sonra öz üzərimdə dərin bir dəyişiklik getdi və öz üzərimdə bir müddət işlədim. Tez işə başlamadım, çünki həmin dövrlərdə də biraz hamiləlik dövrü var idi mənim üçün. Daha sonra övladım dünyaya gəldi. Həyatımda fərqli şeylər baş verdi, heç gözləmədiyim. 2 aydır ki, dəqiq şəkildə işləməyə başlamışam. Mhm. Necədir ümumiyyətlə? Siz əvvəllər hardasa çalışmısınız, yoxsa yox? Bir analiz eləmək üçün fərq. Aha. Mən Master Coach-dan əlavə əvvəl bir işdə çalışırdım və Master Coach-a qoşulduqda burada öz potensialımı görmüşdüm. Sizin çəhrayı maşına qoşularaq daha öncə və düşünürdüm ki, mən də coach olmalıyam, potensialımı bu yöndən açmalıyam. Əlavə bir işim daha vardı. Düşünürdüm ki, hər ikisini birlikdə idarə edəcəm və böyüdəcəm. Böyük bir məqsədlərim var idi. Master Coach-a qoşuldum. Bir ay keçdikdən sonra bir anda mənim gözlərim açıldı ki, bu iş ümumiyyətlə tamamilə mənə uyğun deyilmiş. Bu iş vasitəsilə sadəcə özümə xəyanət edirdim, öz istəklərimə, seçimlərimə və ətrafıma baxdım, hər birisi sanki mənim valideynlərimin proyeksiyası idi, gətirdiyim müştərilər, ətrafımda olan insanlar və mən bir an sanki tilsim qırıldı, mənim gözlərim açıldı. Ona görə də mən bir günün içində o işdən tamamilə ayrıldım. Orada mənim 4 rəqəmli bir gəlirim var idi, amma sıfırladım bir günün içində heç nəyə baxmayaraq. Əslində çox qorxulu idi, çünki birdən-birə sıfıra düşmək, həmçində ki, artıq ailəmizə yeni bir övlad gəlirdi, onun da təlaşı. Buna baxmayaraq mən artıq o qədər boğulmağa başladım ki, orada sessiyalardan sonra öz üzərimdə gördüm ki, mən bugünə qədər özümü nə qədər boğurmuşam bu iş vasitəsilə. Ona görə bir gündə ayrıldım, sıfırlandım. Daha sonra övladım dünyaya gəldi, bir müddət işləmədim heç bir işdə. Yalnız özümə fokuslandım, sessiyalar, təlimlər. Daha sonra isə münasibət coach olaraq başladım. Mhm. İndi necədir bəs ümumiyyətlə fərqə baxsanız? Dünən mən bir dənə post görmüşəm. Threads bilmirəm istifadə edirsiniz yoxsa yox. Bu aralar aldatçısıyam bu Threads platformasının. Burada maraqlı söhbətlər açırlar. Çox zaman bəzi insanlar var, mən onlara deyirəm aşağı həyat səviyyəsindəki insanlar, kimsə nəyisə buraxanda, hər hansı bir işi, həyat yoldaşını, sevgilini, maşını, evi, ölkəni və s. başlayırlar onu şey eləməyə, aşağılamağa, tipa buraxdın güya yağ-bal tapdın və s. deyə. Dünən də belə bir post var idi. Bir nəfər, bir kişi açmışdı postu. Qadınlara qarşı belə hücum eləyirdi ki, nə oldu buraxdığınız şeylərdən çoxmu razısınız, özündən razı qızlar falan deyə bir post açmışdı. Bütün qızlar altında yazmışdı ki, bax mən nə bilim belə onu buraxdım, bunu buraxdım və s. və s. Hərə öz uğur hekayəsini yazırdım. Bütün qızlar bir-birinə dəstək olurdu. Mən istəyirəm siz burada deyəsiniz, o buraxdığınız iş və indi gəldiyiniz nöqtə nə qədər vaxt keçib və geriyə baxanda nə hiss edirsiniz? Daha yaxşısını geri qayıtdımı ümumiyyətlə və yaxud da o arada nə hisslər keçirdiniz? Bu çox maraqlı gəlir hamıya. Çünki kimi danışdırıram master coachlara, hamı deyir ki, nəyisə buraxdım. Kimsə də baxırsa kənardan qorxulu gəlməyə başlayır ki, necə yanı buraxdım, necə yanını geridə qoydum, axı o mənim işimdir, axı o mənim ərimdir, axı o mənim nəyimdir və s. Necə bunu deyə bilərsiniz? İndi artıq keçdiniz o dövrü, nə qədər dövrü idisə, necə hiss edirsiniz? Qaytara bildinizmi daha artığını özünüzə?
Hə, həmin vaxtda mən işdən ayrılanda əslində hər bir kəs, ətrafımdakı hər bir kəs mənim dəli olduğumu düşünürdü. Sən nə edirsən? Əlində belə gözəl fürsət var, onlayn işləyirsən, gözəl bir işdir, gəlirin var. Hal-hazırda yaşadığım bölgəyə baxanda mənim gəlirim çox yaxşı idi. Evdar bir xanım olaraq onlayn işləyirdim. Amma mən o qədər dediyim kimi boğulduğumu hiss etmişdim ki, heç bir şey vecimə deyildi. Sadəcə həyat yoldaşım mənə dəstək olurdu. Yəni dedi ki, işləmək istəmirsənsə artıq işləməyə bilərsən. Bu mənim üçün bir ə, necə deyim, rahatlıq oldu və mən rahat bir şəkildə işi buraxa bildim. Hal-hazırda geri baxdıqda nə yaxşı ki buraxmışam, nə yaxşı ki davam etməmişəm. Çünki mən orada sadəcə gəlirə fokuslansaydım ki, hal-hazırda o gəlirimi daha rahat bir şəkildə qazanıram. Onsuz da Master Coach vasitəsilə öyrəndiyim məlumatlar vasitəsilə öz səhifəmi açdım, daha rahat bir şəkildə qazanıram. Hətta demək olar ki, o işin yarısının yarısı qədər belə işləmirəm hal-hazırda və mənim rahatlığım, azadlığım var. Bədən olaraq özümü sıxmıram, əziyyət düşüncəsində deyiləm, daha yüksək emosiyalardır, burada daha fərqli müştərilərdir, burada daha fərqli düşüncələrdir. Ümumiyyətlə əvvəlki işimdə mən daha çox xilaskarlıq rolunda idim və sanki bütün hər kəsi, bütün müştəriləri ana olaraq yığmışdım ətrafıma, insanları xilas edib onlara kömək etməyə çalışırdım. Amma hal-hazırki işimdə bu deyil. Müştərilər müştərilərdir. Anam fərqlidir mənim üçün. Biznesim tamam fərqlidir. Hal-hazırda öz şirkətimi açıram. Hər bir şey dəyişdi mənim həyatımda. Tək biznes tərəfdən dəyişmədi. Münasibətlər tərəfindən də daha bir üst levelə keçdik. Daha sonra övladlarımla münasibətimdə də, ətrafdakı münasibətdə də, ana atamla olan münasibətimdə də hər bir şey tamamilə dəyişdi. Hı -hı. Əvvəl neçə saat işləyirdiniz? Deyəsən onlayn dediniz də əvvəlki işiniz. Online idi. Nə qədər çox işləsəm, o qədər çox qazana bilirdim. Ona görə də o zamanlar çox verirdim, istirahət etmirdim, gecə də çalışırdım, hər tərəfli çalışırdım. Amma hal-hazırda deyil. Hı -hı. Hal-hazırda hətta komandama işə başlayan kimi bir üzv də gəldi. Artıq köməkçim də var. Bütün işlərimin çox faizini hal-hazırda o görür. Səhifəni idarə etməkdə, səhifədəki paylaşımlardır və mən rahat bir şəkildə sadəcə sessiyalar, vebinarlar, canlı yayımlar edirəm. Hı -hı, əla, super. Və bu çox zaman mənim özümə də, məsələn, indi tutaq ki, iş saatımdır da, məsələn, hamı baxır, mənim üçün iş saatıdır. Amma ki, indi nə qədər vaxt sərf edəcəyimsə, mən istirahət eləyirəm. Yəni, qadın üçün bundan gözəl bir şey varmı? Öz estetik bir məkanın var, nə bilim, çayını içirsən rahat, oturmusan rahat evində, işləyirsən, çox rahatdır hər şey. Çox insan düşünür ki, çox qazanmaq üçün mütləq ofis açmaq lazımdır. Real adamlar gəlməlidir ora və s. Amma artıq o dövr keçib, heç kəsin elə bir vaxtı da yoxdur ki, hamı. İnanın mənə heç kəs yolda qalmaq istəmir. Ən azından bir çox işlər artıq onlayn formata keçib. Ona görə də bu sahənin məhz onlayn olması insanlara daha faydalıdır. Nəinki kabinetdə olması. Çünki hər hansısa bir kabinetə getmək, düzdür, bizdə Master Coach-da var öz mərkəzini açan, kabinetini quran və s. belə də var. Amma düşünürəm ki, onlayn olanda ya da kabinetiniz varsa belə onlayn da fəaliyyət göstərəndə çox-çox daha faydalı oluruq. Çünki mənim özüm kimi müştəri, mən özüm də bu arada hamı bilir, master coachlarımın bəzən müştərisi oluram. Mənim kimi müştəri, mən introvertəm. Məni harasa çıxartmaq, o baryerləri yıxmaq çox çətindir ki, bilirəm ki, bir çox insan üçün də belədir. Mənim üçün əgər onlayn sessiyalar olmasaydı, mən indi burada danışmırdım ümumiyyətlə. Çünki mən bilsəydim ki, mütləq şəkildə sessiya almaq, öz üzərində işləmək üçün evdən çox harasa getmək lazımdır. Heç vaxt eləməzdim onu. Çünki bir baryer aşmalı olursan elə harasa getdiyin zaman. Amma öz üzərində işləyən, xüsusən də yeni başlayan bu şeylərə o insanlar üçün çox-çox daha faydalıdır hər şeyin onlayn olması. Ona görə də qorxmaq lazım. Düşünmək lazım deyil ki, ofis açmalıyam. Biz həkim deyilik, stomatoloq deyilik. Bəzi işlərdə bəli, mütləq toxunmalısan müştəriyə əllə. Amma bizdə elə deyil. Çox şükür ki, qadın üçün düşünürəm ki, ən rahat bir şeydir. Mənim anam, mən böyüdüyüm müddətdə mənə çox əsəbləşirdi ki, mən riyaziyyat oxuyurdum hər gün. O deyirdi ki, qadın üçün bunlar yox. Qadın üçün ən yaxşı sahə odur ki, harda ki, belə izah edir. Deyirdi, elə işin olmalıdır ki, harda ki sən çayını, kofeni içə-içə, parfümünü sıxa-sıxa işləyirsən. Yəni, harda ki, iş saatların da yoxdur, rahatsan. Və burada mənə misal gətirirdi musiqi müəllimələri. O vaxtlar coaching falan yox idi, psixoloq yox idi. Belə yayılmamışdı bu sahələr. Düz indi də yayılmayıb, amma yenə də bunu misal gətirib proqramlayırdı məni həmişə.
Ona görə düşünürəm ki, o da düz deyirdi ki, hə, qadın üçün bu çox önəmlidir. Gəlsək sizin şirkət qurmaq və s. Bir işçiniz var indi. Bəli, hal-hazırda komandamda bir işçi var. Onlayn işləməyin o gözəlliyindən də vurğulamaq istəyirəm Asiya xanım. Hal-hazırda mən Gürcüstanlıyam, Gürcüstanda yaşayıram və mənim müştərilərim birbaşa Azərbaycandandır. Əgər başqa bir işdə çalışsaydım və yaxud da ki, harasa gedib gəlməli olsam, mən xarici bazardan, hal-hazırda Azərbaycan mənim üçün xarici bazardır. Hı Belə müştərilər tapa bilməzdim, amma öz səhifəm vasitəsilə hal-hazırda mənim bütün müştərilərim demək olar ki, yalnız Azərbaycanlılardır və mən orada işləyirəm. -hı. Və şirkəti harda açdınız? Gürcüstanda yoxsa? Şirkəti Gürcüstanda. Hal-hazırda Gürcüstanda açmaq işləri gedir, davam edir və tez bir zamanda artıq həll olunacaqdır. Çox gözəldir, yəni fərqlidir, çox fərqli hiss edirəm. Əla, maraqlıdır Gürcüstan. Çünki yaşadığım bölgədə hal-hazırda öz Instagramda səhifəsini açan, bu şəkildə öz şirkətini quran, öz biznesini quran, xarici bazarda satış edən heç bir xanım yoxdur. Hal-hazırda ilk xanımam ki, ilkə imza atıram. Əla, super. Bəs siz orada yaşayanlar hansı dillə danışır? Mən Gürcüstanda olmamışam, maraqlıdır Hə, mənim. Azərbaycanlılardır. Yaşadığım bölgədə Azərbaycanlılardır. Okey, hamı Azərbaycanca danışır yəni. Hı hı. Bəli. Maraqlıdır, maraqlıdır, maraqlı. O zaman orada da xidmət göstərə biləcəksiniz çox rahat Bəli, şəkildə. hər iki tərəfdə. Sadəcə mən də biraz çox xoşlamıram canlı görüşlər. Mənim üçün də onlayn daha sərfəlidir, amma bəzi xanımlar var, məsələn, canlı görüşlər daha çox xoşlayır. Bu Hı. işin üstünlüyü odur ki, hər iki tərəfli kim özünə xas olaraq işləyə bilir. Okey. Mənə ümumiyyətlə özüm də işə başlayanda inanın ən çətin şey ilk işçini götürməkdir. Onu bacardısa kimsə, ucda arxası o qədər rahat gəlir ki, ilk adamı götürənə qədər sənki sənə dəyir. Tərəddüdlər, beynində fikirlər, qorxular, adam hardan tapacam. Mən o qədər sabotaj eləmişdim ki, bu prosesi, ilk adamı işə götürmə prosesini. Yadıma düşəndə sadəcə gülməyim gəlir ki, niyə bu qədər sabotaj eləyirdin? Sizdə necə oldu? Mən paylaşdım deyəsən bizim vakansiyalarda. Oradan gəldi, yoxsa özünüz mü tapdınız? Necə oldu bu proses? İlk işçini ümumiyyətlə necə götürürlər? O necə bir məfhumdur? Nə Mən, hisslər? mən ilk öncə istədim öz ətrafımdan kimsə götürüm və həm öyrədim, həm işləsin mənimlə birlikdə. Bəlkə də burada da biraz xilaskarlıq roluna girdim və ilk qazancımı əldə edən kimi ilk qazancımı ötürdüm komanda üzvümə və mən qərar verdim ki, yox, mütləq komanda üzvüm olmalıdır. Çünki mən görürdüm ki, mən biznes qurmağı sevirəm, bu işi görməyi sevirəm, amma video editləməkdir, digər işlərdir, mənlik deyil, mənim çox vaxtımı alır və mən ümumiyyətlə baxmaq istəmirəm. Ona görə də davamlı sabotaj edirdim, davamlı işdən qaçmağa çalışırdım və bunu gördükdə qərar verdim ki, yox, əgər istəmirəmsə komandaya bir üzv alacağam və ödəniş edəcəm, o etsin mənim əvəzimə. Və komandaya bir üzv aldım. Mən sizinlə də bölüşmüşdüm ki, onu yenidən öyrətmək, yenidən hər bir şey başa salmaq mənim üçün çox çətin oldu. Və o an yenə də risk aldım və dedim ki, yox, mən işləmək istəmirəm sizinlə, alınmır. Çünki sadəcə 2-3 gün. Və mən onu buraxdım. Sonra daha sonra Master Coach-da paylaşdım vakansiyanı. Elə həmin gün oradan bir xanım mənə yazdı və çox yaxşı. Hər bir şey çox yaxşı bilir, əla, həmçindəki coachdur. Hal-hazırda mənə dəstəklik göstərir, komanda üzvüm kimi çalışır və daha çox nəticə verdi. Sanki mən risk edib addım atanda əvvəlkini buraxanda yerinə daha yaxşı gəldi. Mən heç ümumiyyətlə gözləmirdim. Hal-hazırda hər bir şey çox yaxşı idarə edir, hər bir tərəfli dəstəklik göstərir, əladır. Yəni komanda üzvü insana çox-çox rahatlıq verir. Çox sevindim. Ümumiyyətlə, hər hansısa bir yeni sahəyə başlayanda ilk işçini götürmək və s. Məsələn, mən başlayanda birincisi bu neçə il, 5 il əvvəl idi. Bu sahə bu qədər yayılmamışdı. Mən başlayanda dəhşət çox rituallar eləyənlər var idi. İnsanların güvəni ölmüşdü bu sahəyə qarşı. Heç başa düşmədim. Bəlkə də özüm də təsir elədim bazara, tam olaraq bilmirəm, amma bazar da dəyişdi son 5 ildə. Çox maraqlı. Xüsusən də son 3 ildə bazar da dəyişdi. Master coachlar təsir elədi deyə düşünürəm ki, bazar bu qədər dəyişdi. Artıq bu qədər qəribə şeylər yox da, daha əsaslı tərəfdən işləməyə başladı insanlar. Çətinlik əsas o idi ki, indiki qədər baz olmadığı üçün o işçi hardan tapılır, necə olunur bilmirdim. Biraz da ətrafım əvvəldən elə bir universiteti bitirmişdim ki,
Heç kəs mən tərəfə baxmırdı belə, yəni o qədər belə çox aşağıda hiss edirdilər də məni ki, nəsə işdən də çıxıb, vəbşi işsizdir, nəsə özü ilə oyun oynayır, nəsə mırtdaşır falan belə baxırdı insanlar mənə. Ona görə ətrafıma belə deyə bilmirdim. Sağ olsun ki, rəfiqəm, yəni qrup yoldaşım idi, Gülər xanım o vaxt mənə dedi ki, bu qədər əziyyət çəkirsən, xahiş edirəm, stop, icazə ver, kömək eləyim sənə. Heç bir ödəniş lazım deyil. O sözü deməsəydi mən uzun müddət sabotaj eləyərdim. Ona görə də sizinlə fəxr eləyirəm ki, siz pryamoy ödənişli götürmüsünüz işçini. Həqiqətən mən belə baxıram, Mastercoach-da risk eləyirlər. Ödənişli götürürlər ilk işçini, seçirlər, hətta çıxarırlar işdən, təzədən işə alırsınız falan. Mən həqiqətən fəxr edirəm, çünki mən özüm bacarmamışdım. O vaxtı Gülər xanım rəfiqəm olmasaydı bir. İkincisi ödənişsiz eləyərəm deməsəydi, yəqin ki, bəlkə bir 5-10 ildə gözləyərdim mən. Çünki mənim üçün güvən ya da ilkin vaxtlarda nəyisə pul vermək falan bunlar mənə çox çətin gəlirdi ki, bunları da mən öz əlimdə işləyərək yendim ki, çox adamda da belədir, çox qəşəng anlayıram. Sözümün canı nədir? Biz baza yaradırıq, get-gedə də artırırıq bazanı ki, master coachlar gələndə bir işçi bazasına girişləri olsun, orada vakansiyaları paylaşaq və rahatlıqla master coachlar özlərinə işçi tapsınlar. Mənim izləyicilərim isə yaranan bazada özlərinə işləməyə yer tapsınlar. Beləcə çox qəşəng bir ekosistem yaranır get-gedə və bu ekosistem hamıya faydalı olmağa başlayır. Əlbəttə tam biznes qurmaq, coach olmaq istəmir. Bəzi insan çox gəncdir, istəyir sadəcə bir işi olsun, çalışsın, nələrsə öyrənsin. Bunun üçün də çox faydalıdır. Gəlsək sizin münasibət coachu olmağınıza. Deyəsəm bizim master coachlardan çox adam yoxdur buna risk eləyən. Biraz riskli bir riskli bir yönümüdür belə deyərlər coachingin, münasibət coachu. Ə, Münasibət coachu nə edir ümumiyyətlə? Çox insanda belə bir şey var. Münasibət coachu deyəndə düşünürlər ki, münasibət coachu mənimlə ərimi oturacaq və danlamağa başlayacaq ikimizi də. Münasibət coachu nədir? Nə edirsiniz müştərilərlə? Necə işləyirsiniz? Sessiyalar necə gedir? Nə nəticələr əldə edirlər? Əsas o maraqlıdır indi. Hal-hazırda bəli, münasibət koçu, master koçda deyəsən tək mənəm hal-hazırda. Bilmirəm, bir xanım yenə var, amma tam münasibət üzrə deyil, qadınlarla işləyir deyəsən həmin xanım. Münasibət koçunda artıq yeni başlamağıma baxmayaraq çox gözəl nəticələr var əslində. Cütlük şəklində iş... Bir dəqiqə. Sən gəldi. Hə, cütlük olaraq işləmirəm. Həm bəylərlə, həm xanımlarla işləyirəm. Ayrı-ayrılıqda işləyirəm. Hətta bəylərlə də işləyirəm, fərqlilikdə xanımlarla da. Və xanımlarla işləyərkən əsasən onları danlamaq deyil, nəsə öyrətmək deyil, sadəcə olaraq daxillərindəki həmin proqramları çölə çıxartmaqdır. Mən bu şəkildə deyim, daha aydın şəkildə danışım ki, mən özüm öz üzərimdə inkişaf etməyə başlayanda sırf münasibətlərimin ən bərbad olduğu dönəmdə idi. Və bunun görə sizi səhifənizdə görüb sizi izləməyə almışdım və sonra proqramlara başlamışdım. Və mən öz üzərimdə işlədikdən sonra gördüm, mən əvvəl düşünürdüm ki, bütün problem mənim yoldaşımdadır və mən tamamilə yanlış insanla münasibətə başlamışam, ailə qurmuşam və heç bir şey istədiyim kimi getmirdi. Öz üzərimdə işlədikdən sonra gördüm ki, xeyr, əslində hər bir şey tamam əksinə imiş. Bugünə qədər sadəcə daxilimdə hansısa düşüncələr var imiş və o düşüncələrə görə mən qarşı tərəfi elə analiz edirdim və elə davranışlar sərgiləyirdim. Öz üzərimdə sadəcə təlimlərlə belə işləyərək mən tamamilə özüm dəyişdikdən sonra artıq real şəkildə həyat yoldaşımın real davranışlarını mənə qarşı görməyə başladım. Və hal-hazırda bu üzdə çalışaraq da əsas xanımlarla birlikdə ona görə işləyirəm ki, onlar artıq daxillərindəki bir çox proqramları görsünlər. Onlar çox düşünürlər ki, məsələn, həyat yoldaşım məni sevmir, mənə dəyər göstərmir, partnyorum mənə hədiyyələr almır. Bu kimi düşüncələr və biz onlarla işlədikdən sonra bir müddətdən sonra hətta mənim müştərilərim var ki, bir aydan sonra həyat yoldaşı ona qızıl hədiyyəsi aldı, iPhone hədiyyəsi aldı. Tamam dəyişiklik baş verdi və onlar artıq bu reallığı görə bilirlər. Və mənim ən çox fokusumu yönləndirdiyim mövzulardan biri həmçindəki bəylərdir. Çünki hal-hazırda Azərbaycan bazarında həm buna çox diqqət edən yoxdur, həmçindəki bu sahə üzrə çalışan yoxdur. İnsanlar elə düşünür ki, bəylər üçün evlilik sadəcə elə belə bir şeydir. Bəylər bunu o qədər də diqqətə almır və
və yaxud da ki, bəylər tamamilə başqa şeylər düşünür falan filan. Amma mən baxdım, onlarla işlədikdə gördüm ki, münasibət onlar üçün də çox vacibdir. Ailə onlar üçün də çox vacibdir və onların da daxillərində bununla bağlı bir çox problemləri var və bunun üzərində əslində işləyib dəyişdirmək istəyirlər. Sadəcə o hal-hazırda o sahədə onlara yön göstərən yoxdur. Ona görə də hal-hazırda hər iki tərəfli çalışıram və istəyirəm ki, o Azərbaycanda bəzi miflər var, bəzi ənənəvi sözlər var, düşüncələr var ki, hal-hazırda hər iki tərəfə də yayılıb, həm qadınlara, həm xanımlara və ona görə də münasibət qura bilmirlər. Əsasən də bu ildə 2026-cı ildə münasibətlər çox vacibdir deyə düşünürəm. Daha çox kommunikasiya, daha çox bizneslərini, uğurlarını böyütmək üçün, daha çox dəstək almaq üçün. Çünki insanlar inciməmək üçün, rədd edilməmək üçün münasibət qurmaq istəmirlər. Doğru rəfiqələr seçə bilmirlər, doğru rəfiqələr üçün doğru rəfiqələrlə ünsiyyət qura bilmirlər. Bundan əlavə doğru bəyləri seçə bilmirlər. Bu zaman inciklik yaranır və onlar uzaqlaşırlar, daha çox başqa yönə yönəlirlər. Münasibət qalır burada və burdan enerji davamlı şəkildə axır onların həyatında. Ona görə də istəyirəm ki, artıq tamlığı ilə daha gözəl bir şəkildə münasibət yaşasınlar. Artıq bəylər haqqında bəzi miflər qırılsın. Bəylər artıq həyat yoldaşlarına rahat bir şəkildə dəstək ola bilsinlər. Hətta partnyorlarına dəstək ola bilsinlər. Xanımlar artıq həqiqətən real, daha dəyərli hədiyyələr görsün, daha çox dəyər görsün və sevilsin. Maraqlıdır. Mənim özüm təkbətək sessiyalar verdiyim vaxtlarda kişilərlə işləyəndə mənə daha maraqlı idi. O heç amma daha çox gördüyüm tendensiya o idi ki, ən böyük məsələ odur ki, kişilər niyə belə algı yaranır? Ümumi belə bir nəticə çıxartmışdım ki, kişilər hansısa bir nöqtədə çox sevdikləri, həyatında olan ya da ailə qurduğu qadından hansısa bir nöqtədə qırılırlar, amma sosial normalara görə dilə gətirmək olmaz, kişiyə yaraşmaz deyə bunu dilləndirə bilmirlər. Hətta öz həyat yoldaşlarına belə, özlərinə belə etiraf eləyə bilmirlər və əsas münasibətlərdə problemlər oradan çıxırdı. Daha çox sessiyaları o qırılma nöqtəsinə aparmaqla məşğul olurdum mən. O vaxtlar təkbətək sessiyalarda kişilərdə daha çox bu tendensiyanı görürdüm ki, harda qırılıb, niyə belə olub, axı sevir, axı nə eləmək istəyir, hətta çox zaman xəyanət mövzusunda belə dilə gətirir ki, tamam utanıram ki, bunu eləyirəm, tamam, amma bilmirəm niyə eləyirəm. Çünki yanında olan xanımı belə sevirəm, amma başa düşmürəm niyə bunu eləyirəm. Biz gedirdik keçmişə, görürdük ki, hardasa qırılıb, dilə gətirilmir. Daha çox bunun üzərinə 99% kişilərlə bunu işləyirdim. Amma hər bir koçun müştərisi fərqli olur. Mənim müştərilərim, məsələn, mənim özümə maraqlı olan məsələləri həmişə proyeksiya eləyib, onu danışıb. Heç elə bir şey olmayıb ki, mənim öz içimdə olmayan, mənə maraqsız olan, mənə aid olmayan bir şeylə bağlı müştəri gəlsin. Sizdə nə olur? Daha çox nə görürsünüz kişilərdə? Ümumi Azərbaycan kişiləri münasibətlə bağlı nədir məsələləri? Yəni niyə başa düşülmürlər? Niyə bu qədər şey var, aqressiya var? Niyə bu qədər düşünür hamı ki, kişiyə onsuz da ailə lazım deyil, aldatdı ora və s. və s. Onlar daha çox sizin də dediyiniz kimi məsələləri dilə gətirmək istəmirlər. Daha çox biznes yönümlü yanaşırlar, daha çox işə fokuslanırlar, fərqli tərəfdən düşünürlər. Amma baxanda görürük ki, ailə məsələləri tamamilə dağınıq vəziyyətdədir, tamamilə bərbad vəziyyətdədir və onlar sadəcə olaraq nə edəcəklərini bilmirlər, necə doğru münasibət quracaqlarını, necə doğru ailə yaradacaqlarını bilmirlər. Sadəcə uşaqlıqdan bəzi şeylər görüblər. Əsasən də əvvəlki dövrdə məncə oğlan uşaqların üzərinə daha çox düşüblər. İşdir, pul qazanmaqdır, kişi belə olmalıdır, elə olmalıdır. Daha sərt böyüdülüb, daha ciddi böyüdülüb və hal-hazırda onlar həmin münasibət sxemlərini əvvəldə yaşadıqlarını indiki ailə vəziyyətlərinə gətirəndə alınmır. Əslində onlar daha çox qayğı çəkirlər, düşünürlər ailələrini, onlar daha çox nələrsə etmək istəyirlər. Amma çox təəssüflər olsun ki, indiki zamanda qadınlar da artıq bunu sanki özləri əllərindən almaq istəyir bəylərin. Yəni mənim heç bir şeyə ehtiyacım yoxdur, yoldaşım mənim üçün heç nə etməsə də olar. Sanki daha çox qürura yön verirlər və bəy də artıq bu zaman heç bir şey edə bilmir qarşı tərəf üçün. Əslində çox zaman xanımlar icazə vermir ki, bəylər onlar üçün nəsə etsinlər. Hı hı, hı hı. Çox zaman sizdə belə müştərilər olurmu? Məndə çox olurdu ki, gəlirlər. Xanımlar da öz aləmlərində nələrsə ifadə edə bilmirlər. Çox zaman kişilər bastırmaqla, susmaqla
bunu yola verirlərsə, qadınlar isə bunu daha çox isterikayla və digər tərəfdə gözəlləşmək, belə deyirlər də, prime era yaşamaqla bunu örtbas edirlər. Bu da nədir? Qadın gedir o tərəfdə dodağını düzəldir, burnunu düzəldir, saç qoyur, qaş qoyur, nə bilim, nenner, yanaq qoyur, poposunu düzəldir və s. və s. bədən yığır, o tərəfdə özü ilə məşğul olur, düşünür ki, belə olsa göstərərəm ki, o nəyi itirir. Kişi isə bu tərəfdə özünü işə verir, pul qazanır, biznesə verir və s. ya da gedir hardasa başqa qadınlarla da vaxt keçirir və s. İkisi bir-birindən bu şəkildə tamamilə aralanır. Belə bir tendensiya görmüşəm daha çox sessiyalarda. Əslində bu ikisi bir-birlərinə duyğularını ifadə eləsəydilər, bu qədər əziyyət çəkməyə ehtiyac olmazdı. Coach isə bu anda araya girir ki, Hı hı. sən əziyyət çək bu qədər, nə sən əziyyət çək bu qədər. Əksinə, bir dənə hisslərinizi ifadə edə bilsəz, bax görə bilsəz ki, niyə bu qədər acıqlısınız bir-birinizə, hansı valideyninizdir bu, hansı valideyninizlə bağlı duyğularınızdır. Heç kəs bu qədər həyatını əziyyətlə yaşamaz. Qadın ümumiyyətlə gedib orasını burasını doğramaz. Kişi orada gedib özünə vicdan əzabı çəkdirəcək işlər görməz və daha möhkəm hallər olar. Ki, çox insan belə bir şey də var. Mənim özümə çox haterlar yazır ki, ən çox verdikləri kommentlərdən biri odur ki, sizin kimi coachlar çıxdıqca boşanmaların sayı artır. Ən çox heyt bu yöndə gəlir. Xüsusən də e, 30-45 yaş arası kişilərdən. 30-45 yaş arası kişilərdə statistikama görə səhifədə ən çox heyt, ümumi rəylər TikTokda, YouTube'da, Instagramda bu gəlir ki, sizin kimi coachlar artırdıqca, sizin kimi insanlar çoxaldıqca boşanmalar artacaq, hamı bir-birindən ayrılacaq və s. Amma özümüzün daxili statistikamız fərqli bir şey göstərir ki, əksinə coaching keçənlər, təlimlərə qatılanlar, master coachun özündə və s. insanlar əksinə boşanmaqdan geri qayıdır, münasibətlərini düzəldir. Buna necə baxırsınız? Sizə də gəlirmi belə xeyir rəyləri ki, okey, siz artdıqca hamı boşanacaq, sizin kökünüz kəsilməlidir və s. belə şeylər deyirlərmi sizə də? Necə yanaşırsınız buna? Hal-hazırda xeyr, mənə hələ ki elə rəylər gəlməyibdi. Daha fərqli şeylər gəlir, amma mən hal-hazırda onları qoymuşam bir kənara. Onlara ümumiyyətlə baxmıram. Əsas fokusum mənimlə birlikdə işləyən müştərilərimdir və onların həyatıdır. Mənim gördüyüm məsələ odur ki, münasibətdə doğru kommunikasiya qura bilmirlər, ümumiyyətlə doğru ünsiyyət qurmurlar. Öz emosiyalarını, öz istəklərini heç bir şey bildirmirlər. Bəli, sizin dediyiniz kimi xanımlar gedirlər hansısa yollara əl atırlar, fərqli üsulla kişini cəlb etməyə çalışırlar. Amma mən müştərilərimdə də görmüşəm, öz həyatımda da görmüşəm. Tam əminliklə deyə bilərəm ki, kişilər üçün bunlar heç maraqlı deyil. Onun dodağının böyük olması və yaxud da ki, sinəsinin böyük olması, ümumiyyətlə bunlara heç baxmırlar. Sadəcə olaraq düzgün ünsiyyət qurmaq lazımdır. Mən öz münasibət sxemimdən də bunu deyə bilərəm ki, sadəcə siz həqiqətən də ürəyinizi açıb qarşı tərəfdən partnyorunuzdan və yaxud da ki, həyat yoldaşınızdan heç bir şey etməsəniz belə, sadəcə dilə gətirməyiniz belə artıq onun bir addım atmasına səbəb olacaq. Mən bunu real şəkildə görmüşəm. Və çox zaman qadınlar kişiləri dəyişdirməyə çalışırlar. Əsasən bununla rastlaşıram. Mən onu hansısa bir qəlbə soxmağa, hansısa bir necə istədiyi kimi yönləndirməyə çalışırlar. Kontrolu ailədə bəy kişilər etmək əvəzinə qadınlar ələ alırlar. Və sonra daha sonra başlayırlar ki, bəylər mənim üçün heç nə etmək istəmir, mənə heç nə almırlar, mənə dəyər vermirlər, sevgi göstərmirlər. Əslində yanlış sxemlə yaxınlaşırlar. Əgər münasibəti qadın təslim olmaq əvəzinə münasibətdə idarə etməyə çalışırsa, bu zaman artıq münasibət pozulur. Çünki artıq rollar dəyişmiş olur. Tamamilə doğrudur və ümumilikdə kimsə də baxır, düşünürsə də, coach sizi boşamır, belə bir məsləhət vermir və yaxud da coachla işləyəndə gəlib, o demək deyir ki, uje yoldaşınızı böyük bir avçarka olaraq görəcəksiniz. Yox, əksinə, tamamilə fərqli. Ayrılsanız belə əksinə, onunla məsələlərinizi xoş bitirəcəksiniz. Ayrılsanız belə ki, bu daha az faizdə baş verir, nəinki münasibətləri düzəltmək. İndi burada belə bir sual gəlir mənə, özümə də maraqlıdır. İzləyənlərə də maraqlı olar. Evlilərdən danışdıq. Yəqin ki, subaylar da sizinlə işləyir. Mən daha çox çatlarımızın hamısını siz də görürsünüz. Bütün təlimlərdə və s. Nə qədər mövzumuz bu üzrə olmasa da ki, mən bu üzrə işləmirəm, münasibətlər falan işləmirəm. Amma yenə də çatlarda 90% qızların söhbətləri olur flört və kişilər üzrə.
Bunu özünüz də görürsüz. Hı hı. Faizə baxanda sual söhbətləri yox da daha çat söhbətləri, e, yüngül söhbətlər də belə deyək, axışda olan söhbətlər daha çox o yöndə gedir ki, flörtləşək, kişilər, flört, yaraşıqlı kişilər və s. və s. Mənim buna çox böyük bir bildirə bilmədiyim bir şeyim var. Təzadlı fikrim var. Mən düşünürəm ki, ümumiyyətlə qadınlar, xüsusən də subaylardan söhbət gedirsə, müəyyən bir müddət bu qədər aşırı flörtləşmək, çoxlu addımlar atmaq, özünü sevdirməyə çalışmaq, necə flörtləşim deyə üçün bunlara tamamilə qarşıyam. Və düzü özümə münasibətlərlə bağlı çox müştəri ilə çalışmama və s. bu yöndə özümü positioning eləməmə səbəblərindən biri də odur ki, təzadlı fikirlər çoxdur özümdə. Və mən məsələn indi sizdən soruşuram. Sizcə də mənim fikirlərim nə dərəcədə doğrudur? Mən düşünürəm ki, qadın kontrolu ələ almamalıdır flörtlə. Flörtü kontrol vasitəsi olaraq istifadə etməməlidir. Ya da bir kişi hələ onu seçməyibsə, hoppana addımlar atmağa çalışmamalıdır, onun üstünə gəlməməlidir deyə düşünürəm. Bu yöndə sizinlə çalışan müştərilər varmı? Vəbşə onlara nə məsləhət görürsünüz? Necə işləyirsiniz onlarla? Bu təşviş nədir qızlardakı ki, ay tez flörtləşək, tez hoppanaq və s. Ya da qaçmasın, əlimizdə tutaq. Bu şeylərə münasibətiniz necədir? Varmı belə? Dilə gətirə bilirlərmi koça? Belə deyərlər müştərilər bunu. Müştərilərdə olur, əsasən də flört dönəmində onlar sadəcə olaraq düşünürlər ki, mən bir dəfə ailə qurdum və bu sona qədər davam etməlidir. Bu qorxu ilə də davamlı şəkildə münasibətə yaxınlaşdıqları üçün öz istəklərini də bilmədikdə ilk addımda belə qarşı tərəfdən yanlış bir hərəkət gəldikdə və yaxud da ki, hansısa daxili proqramlarına düşdükdə tez geri atılırlar. Və sonra yenə davam edirlər və buna görə də davamlı şəkildə bu gedir. Sanki ən idealını axtarmağa çalışırlar. Davamlı ən yaxşısını axtarır. Bundan biraz danışdım. Nəsə oldu, alınmadı. Yox, bu deyil, bu. Əsasən də hal-hazırda xanımlarda görürəm ki, onlar çönüb özlərinə, nə istədiklərinə, nələrdən xoşu gəldiklərinə baxmırlar. Asiya xanım bunu dedi, deməli bir bəydə bu olmalıdır. Zeynəb xanım bunu dedi, deməli bir bəydə bu olmalıdır. Və gedib Asiya xanım flörtləşir saat. Hə, Asiya Flörtləşir. xanım deyir ki, belə etmək olmaz. Aha, belə etmək olmaz. Bir bəy belə etsə, yox, yox, bu mənə uyğun deyil. Artıq atdım, çıxartdım. Nə bilim, ən kiçik şeydə belə bəyin işi çıxdı, bu gün görüşə gələ bilmədi. Aha, deməli mən rədd edildim. Deməli mənə vaxt ayırmadı. Yox, bu da getdi. Tamam qarma-qarışıq bir hallara salırlar özlərini və sadəcə olaraq dönüb özlərinə baxmalıdırlar ki, mən real şəkildə necə biri istəyirəm və hal-hazırda mənə uyğun kimdir? Çünki xanımlar əsasən birinci həyat səviyyəsindədirlərsə, istəyirlər üçüncü, dördüncü həyat səviyyəsindən bəy, amma birinci həyat səviyyəsindən düşüncələr qururlar. Və Hmm. çox zaman münasibətdə də bu baş verir ki, bəli, mən təlimdə öyrəndim ki, bəy belə olmalıdır, mənə belə davranmalıdır, mənə belə bahalı hədiyyələr almalıdır, belə etməlidir. Bu yanımdakı həyat yoldaşım mənə uyğun deyil, deməli mən boşanmalıyam, deməli bu narsistdir. Amma çevrilib özümüzə baxmaq lazımdır ki, hal-hazırda mən öz üzərimdə inkişaf edirəm, amma hal-hazırda təxmini mən hansı həyat səviyyəsindəyim və mənim həyat yoldaşım hansı həyat səviyyəsindədir. Hı hı. Əgər biz uyğunuqsa, eyni səviyyədəyiksə, amma biz əgər yüksəlmişiksə və yanımızdakı bəy də hələ yüksəlmirsə, bu zaman bəli düşünmək olar. Amma eyniyiksə və mən hələ öz üzərimdə işləməyimə baxmayaraq, mənim özümdə heç bir dəyişiklik yoxdursa, mənim ona qarşı rəftarımda fərqli dəyişikliklər yoxdursa, deməli bu sonrakında da onsuz da olmayacaqdır. Çox doğrudur və qızlar çox zaman o təşvişlə belə deyərlər ki, aha, uca gördüm, vsyo, gedim. O sürətləndirmək hər şey, ümumiyyətlə biznesdə də belədir, münasibətlərdə də ki, tez atlayım, flörtləşim ki, qaçmasın, amma sonra görür ki, heç bu flörtləşdiyi adam ona uyğun biri deyilmiş və ümumiyyətlə qadın düşünürəm ki, enerjisini qorumağa biraz çalışmalıdır həmişə. Ona görə də həmişə qarşıyam belə proqramlara, nə mənada özümün keçirməyinə, amma çox da açıq oluram, dəstək oluram master koçlar keçirmək istəyəndə belə proqramlar ki, necə hədiyyələr aldırmaq, necə flörtləşmək. Bu taktikaları da bilmək lazımdır, amma nə vaxt istifadə etmək bu da önəmlidir. Çünki içimizdə, daxilimizdə işləməsək, birbaşa bunları eləməyə çalışsaq, böyük bir təşviş yaranır. Özümüzə aid olmayan insanları başlayırıq özümüzə çəkməyə və bu qadın enerjisini çox yoran bir şeydir. Amma digər tərəfdən də düşünürəm ki, qadın özünü qorusun, daha çox enerjisini qorusun və müşahidə eləməyi bacarsın. Çünki müşahidə eləməsək görə bilmərik ki, kimdir,
nədir, nəçidir münasibət üçün gələn adam. Biz dəfiyə bilmək olmur çünki bu şeyləri. Və çox zaman qızları ümumiyyətlə ümumilikdə təlimlərdə falan gördüyüm master coachun özündə də ən geri salan şey bu münasibət acılığıdır həmişə. Ki o qədər buna enerji xərcləyirlər ki, işə, biznes qurmağa, nə bilim, dünyaya faydalı olmağa, çalışmağa və s. enerji qalmır ümumiyyətlə. Və ən çox da gördüyüm şey odur ki, münasibət istəyərkən çox insan əksinə elə özünə fokuslanmaq istəyir, heç münasibət qurmaq istəmir. Və tam tərsi də kimsə gələndə ki, həmişə biznes qurmaq istəyirəm, daha çox pul istəyirəm, daha çox maşın istəyirəm və s. Əksinə odur ən çox münasibət istəyən. Bir də bunu görmüşəm həmişə. Qaçırlar davamlı. Sizdə olurmu belə gəlir, qaçmaq istəyir, tutaq ki, tam başqa şeylər deyir, amma siz deyirsiniz ki, stop, münasibətə yönəlməliyik. Bəli, biz bəzən məsələlərə baxırıq, biznes yönümlü gəlir, amma məsələyə baxdıqda görürəm ki, tamamilə məsələ münasibət haqqındadır. Orada tamamilə boşluq olduğu üçün ora çox enerji gedir, biznesə, işə fokuslana bilmir, yönələ bilmir. Sadəcə oradan qaçmaq üçün. Bəzən də elə olur ki, daxili boşluqlarını doldurmaq üçün münasibət axtarırlar. Əslində daxildə o sevgi, o dəyər formalaşdırmadıqları üçün düşünürlər ki, başqaları gətirib verəcək və əsasən də münasibətdə davamlı bir tərəfə fokuslanırlar. Sizin də dediyiniz kimi, mən necə edim ki, qarşı tərəf mənə hədiyyə alsın, mənə böyük güllər alsın, jestlər etsin, hədiyyələr alsın, amma düşünmürlər ki, mən bu bəyin yanında olduqda özümü nə qədər güvəndə və rahat hiss edirəm, kontrolsuz hiss edirəm. Ola bilsin ki, o bəy sizi çox bahalı, gözəl bir restorana aparır. Amma siz o restoranda o bəyin yanında özünüzü necə rahat, nə qədər rahat hiss edirsiniz, nə qədər kontrolsuz və güvəndə hiss edirsiniz. Və yaxud da ki, siz fərqində olmasanız belə, o bəy arxadan sizi nə qədər qoruyur, necə sizin həyatınızın hər bir tərəfinə nəzarət edir, baxır, diqqətlə yanaşır. Bunlara xanımlar fokuslanmırlar. Onlar üçün sadəcə bir yön var. Maddiyyatı yaxşı olsun, mənə çoxlu hədiyyələr versin, romantika etsin və s. Amma digər əsas ehtiyaclar qalır bir tərəfdə. Hansı ki, xanımların da hədiyyələrdən çox daha da fərqli şeylərə ehtiyacı var. Ümumilikdə özümün statistikalarımdan götürsəm, əvvəlki sessiyalara təkbətək işlədiyim müştərilərə baxsam, ən çox xəyanət edən qadınlar çox zəngin və dəhşət çox hədiyyələr alan kişilərin qadınları olub həmişə mənə gələnlər. Bu statistika sadəcə mənim müştərilərim arasında götürdüyüm bir statistikadır. Bu əsla tərsini isbatlamır. O demək deyil ki, kişi hədiyyə alırsa qadın xəyanət edəcək. Yox, sadəcə olaraq əvvəldən sadəcə pula baxılıbsa, sadəcə maddi uyğunluğa baxılıbsa, sadəcə hədiyyələr göz boyuyubsa, mütləq şəkildə xüsusən də irəliləyən müddətdə 30 plus yaşlarda bir çox belə xanımlar gəlirdi və özləri xəyanət etməyə məcbur olurlar. Niyə? Çünki ala bilmədikləri emosional, intellektual və fiziki uyğunlaşma var bu münasibətdə ala bilmədikləri. Tək maddi uyğunlaşmadır. Ona görə də hər tərəfli baxmaq lazımdır, özlərimizdə də işləmək lazımdır. Ümumiyyətlə sizin master coach ərzində ən yadda qalan sessiya hansı olub ya da ən yadda qalan mövzu hansı olub? Hansını düşünürsünüz ki, bunu gələk hamı eşitsin. Mənim öz sessiyalarımdan etdiyim yoxsa Ola tam bilər sualın özünüz bu dövr ərzində etdiyiniz sessiyalardan və yaxud da mənim sizinlə etdiyim sessiyalardan ya keçdiyimiz webinarlardan ümumi bu dövrü götürsək, nə ən çox yadınızda qalıb coachinglə bağlı və düşünürsünüz ki, bunu hamı eşitməlidir, burada hamıya demək lazımdır ki, hamı bilsin bunu. Mən əvvəl çox təşvişli biri idim. Biznesimdə də, münasibətlərimdə də və yeni başlayanda elə sizin sessiyanızda biz təşviş üzərində işləmişdik. Keçən dəfə bu haqqda da bir sual gəldi. Təşvişi çıxartdıq həyatımızdan və özümüzü bir boşluqda qoyduq. O mənim ən yadımda qalan sessiyalardan biri idi. Çünki heç bir dəqiqə belə dayanmağa özümə icazə vermirdim. Çox təşvişli olurdum. Hər dəqiqə webinar dinləyirdim. Hər dəqiqə nəsə düşünürdüm. Hər dəqiqə çalışırdım və birdən onu həyatımdan çıxarıb boşluğa düşdükdə nə edəcəyimi bilmədim və həmin sessiyadan sonra bəlkə də ilk sessiya idi ki, mənim həyatımda bu qədər nəticə verdi. Mən o qədər rahatlama yaşadım ki, mən heç bir şey etmədim, heç bir şey etmək istəmədim və bir neçə ay mən çox rahat bir şəkildə hərəkət edirdim və çox narahat olub qorxmağa başladım ki, mən bu qədər hər bir şeyi buraxdım. Bəs bunlar necə olacaqdı? Amma qayda da bilmirdim. Artıq rahatlığı seçmişdim. Təşvişi deyil də rahatlığı seçmişdim özüm üçün. Və hətta bir dəfə sizinlə sessiyanızda
mən demişdim ki, mən məsuliyyətli olmaq istəyirəm. Necə məsuliyyətli ola bilərəm? Məsuliyyətsiz biriyəm. Belə işlərimə baxanda siz demişdiniz ki, kim deyir ki, siz məsuliyyətsiz birisiz? O söz heç vaxt yadımdan çıxmır. O mənə çox təsir etmişdi. Hı hı. Çünki özüm haqqında elə düşündüyüm üçün davamlı şəkildə ətrafdan da o mənə yansıyırdı və etdiklərimin heç biri mənim üçün yetərli olmurdu. Hı. Çox zaman biz qadınlar düşünürük ki, davamlı yula kimi hərəkətdə olun. Çünki mamamızdan belə görmüşük ki, o davamlı hərəkətdə olub, qurdalanıb, nəsə eləyib və s. Bizim mamalarımız nə edirdi? Paltar qaynadırdı, əllə paltar yuyurdu, əllə qab yuyurdu. Pampers də yox idi, əllə o əskiləri yuyurdular və s. Bunların hamısını görə-görə biz böyümüşük. Amma indi elə deyil axı, robot süpürgə var, paltar yuyan maşın var, hər şey çox daha fərqlidir və indiki dövrə o zamanlar valideynlərimizdən gördüyümüz şeyləri kopyalamağımız mən düşünürəm ki, şüuraltda baş verir bu, amma insan şüurlu da bir qərar verməlidir ki, axı o başqa dövr idi, indi tam fərqli bir dövrdür. İndi bir qadının davamlı hərəkətdə qalması məntiqli deyil o qədər də. Əksinə sürətlənən dövrdə dünyaya necə faydalı ola bilərik deyə düşünmək lazımdır ki, əgər indi ümumi nəticə göstərirsə ki, tutaq ki, Zeynəb xanım belə əvvəllər çox çalışıb az qazanırdı, indi az çalışır, çox qazanırsa, deməli məntiqli olaraq kainatın da verdiyi bir mesaj var ki, bu şəkildə daha çox faydalısan sən ki, daha yaxşısını ala bilirsən. Daha çox resurs qazanırsan, həmçinin hər işlədiyin müştəridən sənə resurs gəlir, enerji gəlir, işini böyüdürsən və daha da yaxşı qazanırsan bunun müqabilində. Deməli, indi daha faydalılıq əmsalın daha yüksəkdir deyə belə baş verir, düzdür? Ona görə də daha çox iş görməyim, daha çox məsuliyyətli olmağım deyil də, əksinə təşvişi azaltsaq biz daha çox məsuliyyət götürə bilərik. Məsuliyyət götürməkdə daha çox işləmək deyil əlbəttə ki. Mən elə istəyirəm ki, bu bizim seriyalarda, master coachlarla söhbətlərdə də daha çox bu aydın olsun hər kəsə. Mənə çox xoş idi sizinlə söhbət. Çox belə enerji aldım sizdən. Necə eləyək ki, indi son olaraq nə deyə bilərsiniz izləyənlərə? Bir neçə cümlə ilə ya özünüzün sloqanınız ola bilər, özünə məxsus bir şey ola bilər ki, nə deyərdiniz siz izləyənlərə? Nə mütləq eşitməlidirlər məhz sizdən, sizə məxsus bir şey. Çox sağ olun ilk öncə Asiya xanım. Mənim üçün də çox xoş oldu. Mənim izləyicilərə buradan demək istədiyim odur ki, həqiqətən də heç bir şey etməyinizə ehtiyac yoxdur. Sadəcə sözləriniz, baxışlarınız belə yetərlidir. Əsas odur ki, öz daxili üzərinizdə mütləq işləyin. O köhnə proqramları mütləq dəyişdirin. Həyatınızda hər bir şey tamamilə dəyişəcəkdir. Sizin dediyiniz kimi hansı ki bizim anamız əvvəllər elə işlər görürdü. Mənim hal-hazırda yaşadığım bölgədəki xanımlar hal-hazırda yenə də o həyatda yaşayan insanlardır. Amma mən hal-hazırda evimdə robot süpürgə istifadə edirəm. Mən alarkən insanlar deyirdi ki, onu nə var ki, onsuz da gündə bir dəfə etsən yetərlidir. Niyə edirsən ona böyük bir pul verib, çox böyük bir məbləğ almışdım. Və mən özümə icazə verdim sadəcə. Sadəcə olaraq özümə icazə verdim ki, bu mənə olar və mən buna özümə icazə verirəm. Və tam əminliklə hal-hazırda deyə bilirəm ki, nə qədər özümə icazə verirəm, hal-hazırda o qədər də ətraf tərəfdən və ən əsas da münasibətimdə həyat yoldaşım tərəfindən sevilirəm. O xanımlardan az çalışıram, o xanımlardan daha çox istirahət edirəm. Hər şeydə özümə icazə verirəm, amma o xanımlardan da hal-hazırda daha çox sevilirəm və dəyər görürəm. Çox sevindim. Ümumiyyətlə kimsə də eşidirsə ki, mənə yazırlar. İki uşağım var, işləmək mümkün deyil iki uşaqla. Nə bilim, bir uşaq mən şoka düşürəm. Necə mümkün deyil? Necə mümkün deyil? Bəs bizim master coachlar niyə bacarır? Bu qədər bacaran insanlar var. Uşaq maneə deyil. Uşaq əksinə enerjidir. Uşaq əksinə onların xəyalları bizim üçün Hı əlavə bir hı. enerjidir, resursdur. Ona görə uşağı bəhanə eləmək də lazım deyil. Əksinə özümüzə rahatlığa, təşvişsiz olmağa, icazə verməyə başlamaq zamanıdır. Mənə çox xoş idi sizlə. Ümidvaram ki, dinləyənlərə də xoş olar. Hamı rəyləri yazsın aşağıda. Sizinlə sağollaşıram. Çox E, sağ olun. Düşünürəm ki, yenə təkrarlamalıyıq bir neçə müddət sonra da bu görüşü.